Mardinli Bələdiyyəsində aqro-maliyyələşdirmə üzrə dövlət proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib. İyulun 1-dən Kənd İnkişafı Agentliyi tərəfindən icra olunan proqramın məqsədi aqrar sektorda müasir texnologiyaların tətbiqini təşviq etmək, istehsalın həcmini artırmaq və kənd təsərrüfatı məhsullarının keyfiyyətini yüksəltməkdir. Deməli, dövlətin yaratdığı təzə proqrama bugün proqramla tanış olduq. Hər şey yaxşı idi, şəffaf idi. Dövlət çalışır ki, mən belə başa düşürəm, dövlət çalışır ki, fermerlərə kömək eləsin. Və bu da ki, təbii ki, bizim maraqlarımız daxilindədir. Və biz də istifadə edəcəyik inşallah bu proqramdan. Əvvəldən də var idi yenə proqramlar, ondan da istifadə elədik. Müsbət nəticəsini gördük. Planlayırıq ki, bu proqramdan da istifadə edək. Biz bu yenilik barədə az da olsa Kənd İnkişafı Agentliyinin veb səhifəsindən məlumatlandırılmışdıq. Amma bu görüşdə bütün proqramlar haqqında ətraflı məlumat aldıq. 5 proqramın hər birini müzakirə etdik. Böyük məmnuniyyətlə iştirak etməyi düşünürük. İyulun 1-dən fəaliyyətə başlayan proqramlardan danışdıq. Bunlar istixana qurulması, çoxillik bağların salınması, iri buynuzlu heyvan fermasının qurulması, arıçılıq, akvakultura və marikulturanın istiqamətləridir. Həmçinin anbar və emal müəssisələrinin komponenti, qəssabxana komponenti də daxildir. Əsas odur, maraqlananlar fermer təsərrüfatı reyestrində qeydiyyatdan keçsinlər. Əgər keçərlərsə, birgə maliyyələşəcəklər. Görüşdə yerli hakimiyyət nümayəndələri, fermerlər və aqrar sektorda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. İştirakçılara proqramın məqsədləri, maliyyələşdirmə şərtləri, həm maliyyələşdirmə mexanizmləri və müraciətlərin təqdim olunması qaydası barədə ətraflı məlumat verilib. Proqramdan qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxs olan sahibkarlar yararlana bilərlər. Agentliyin həm maliyyələşdirilməsi layihənin ümumdəyərinin 50%-nə qədər kənd təsərrüfatı kooperativləri, eləcə də yüksək dağlıq və ayrıcı xəttə bitişik kəndlərdə həyata keçiriləcək layihələr üçün isə 55%-ə qədər nəzərdə tutulub. Düşünürəm ki, bu proqramla bağlı bütün fermerlərimiz Kənd İnkişaf Agentliyinin yerdə olan nümayəndəliklərinə müraciət edərək proqramla bağlı geniş məlumat ala bilərlər, hansı ki, onların təsərrüfatının inkişafına böyük dəstək ola bilər. Və məhz bugünkü görüşdə də burada fermerlərlə biz bu proqram barədə müzakirələr apardıq. Bu sektorun nümayəndələri ilə bu gün səmərəli görüş oldu. Komokartli fermerləri ilə görüşdük. Bu proqram aqro sahəni, kənd təsərrüfatı ilə məşğul olan insanları və kənd təsərrüfatını inkişaf etdirəcək. Müraciətlər Kənd İnkişafı Agentliyinin rəsmi internet səhifəsi vasitəsilə elektron qaydada qəbul edilir. Proqramda iştirak etmək üçün fermer təsərrüfatlarının və kənd yerlərində fəaliyyət göstərən müəssisələrin reyestrində qeydiyyatdan keçmək mütləqdir. Salqadakı Kasland turizm kompleksində yay turizm mövsümünün rəsmi açılışı olub. Tədbir çərçivəsində regional dayanıqlı turizmin inkişafına yönəlmiş kommunikasiya platformasının təqdimatı keçirilib. Qonaqlar həmçinin kurort ərazisi və istifadəyə verilən yeni turizm infrastrukturunu da yaxından tanış olublar. Platformanın əsas məqsədi dövlət qurumlarını, özəl sektoru, beynəlxalq təşkilatları, biznes nümayəndələrini və yerli icmaları bir araya gətirərək regional turizmin inkişafını sürətləndirmək, yeni turizm imkanları yaratmaq, məşğulluğu təşviq etmək və ətraf mühitin qorunmasına dəstək verməkdir. Gürcüstanın Gənclər Məsləhət Şuraları Assosiasiyası Gənclər Agentliyi ilə əməkdaşlıq çərçivəsində Qardabani Gənclər Şurasının fəaliyyətində iştirak edən 18 yaşadək gənclərə Dmanisidə keçiriləcək gənclər düşərgəsinə qoşulma imkanı yaradır. Düşərgənin məqsədi gənclərin şəxsi və liderlik bacarıqlarını inkişaf etdirmək,
qeyri-formal təhsili təşviq etmək və iştirakçılar arasında təcrübə mübadiləsini gücləndirməkdir. Proqramda iştirak etmək istəyənlər xüsusi ərizə formasını doldurmaqla müraciət edə bilərlər. Düşərgə 3 gün davam edəcək. Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışına şərait yaratma ittihamı ilə 4 nəfəri saxlayıblar. Hüquq mühafizə orqanlarının keçirdiyi axtarış və istintaq tədbirləri nəticəsində təxminən 1,5 kiloqram narkotik vasitə, 66 biçimdə qablaşdırılmış marixuana və narkotiklərin qablaşdırılmasında istifadə olunan materiallar maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq davam etdirilir. Təqsirləndirilən şəxsləri törətdikləri cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti Nazirliyin müvafiq struktur bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində son günlər ölkədən 54 xarici ölkə vətəndaşını deportasiya edib. Qurumun məlumatına görə deportasiya edilənlər arasında Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin vətəndaşları da var. Onlara qüvvədə olan qanunvericiliyə uyğun olaraq Gürcüstana yenidən giriş qadağası da tətbiq edilib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən cari ilin əvvəlindən indiyədək ölkədən ümumilikdə 2090 qeyri-qanuni miqrant deportasiya olunub.